İran Bəhreyindəki ABŞ bazalarını hədəf aldığı üçün sirenlər işə düşüb. Yeniavaz.com Times of Israel qəzetinə istinadla xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat verib. Bəhreyn Daxili İşlər Nazirliyi bildirib ki, ABŞ İsrail hücumlarına cavab olaraq, İranın Körfəz dövlətindəki ABŞ hərbi bazalarına hücumu barədə xəbərdarlıq etmək üçün hava hücumu sirenlərini işə salıb. Digər tərəfdən Əl-Ərəbiyyə telekanalı İranın hücumunun başladığını, Bəhreynin paytaxtı Manamada partlayış səslərinin eşidildiyini və tüstü göründüyünü bildirib. Əl-Cəzirə telekanalı isə rəsmilərə istinadla Bəhreyində ABŞ-ın 5-ci donanmasının qərargahının hədəf alındığını xəbər verib. Bəhreyinlə yanaşı Qətər, Küveyt və Bədə yerləşən ABŞ hərbi bazaları da İranın zərbələrinə məruz qalıb. Belə ki, İran Qətərdəki Əl-Üdeyd, Küveytdəki Əli Əl-Salim, Bədəki Əl-Dəfra aviabazalarına zərbə indirib.